Herkese salam. Yeni vlogla yine karşınızdayım. Krasnodardan bu dəqiqə çıxdım. Gedirəm Rostova. Çipsi yükləyəcəm. Bu səfər Gürcistan yox, Azərbaycanı yükləyirəm. Bu səfərki vlogumuz da qısa olacaq. İnşallah ki bəyənərsiniz. 270 kilometr yolum var. Şeyə qədər, neydi onun adı? Zavoda qədər, çipsi zavoduna qədər. Dəfələrlə oradan yükləmişəm. Ona görə oranı demək olar əzbər bilirəm. Sağ-salamat gedək. Yolda 2-3 ədəd platlı yoldan keçəcəyik. Hardasa bir 2000 rubl falan eləməlidir. İnşallah. Xeyirlisi ilə gedək çipsi yükləyək. Çipsi yükü yüngül yüktür. Rostova getmək, Krasnodardan qapıya qədər olan məsafə ilə Rostovdan qapıya qədər olan məsafə eynidir. Sadəcə olaraq aralarında 270 km fərq var. Onu belə heç vaxt heç cürə başlamıram necə olur bu şey. Çünki özüm də tam izah eləyənmərəm onu sizə. Yolumuz Rostovadır. Qəşəng gün çıxıb, amma maroz çoxdur gün çıxdığına görə. Yolçu yolunda gərək yemək də yeməmişəm. Qabaqda bir kafe zat tapıb saxlayıb yemək yiyəcəm. İnşallah. Ondan sonra da ki çipsi. Artıq 120 km yol gəlmişəm. Təqribən 2 saatlıq yolum qalıb. M4 trasında platlı yoldayım, gedirəm. Deməli, Krasnodardan Rostova qədər təqribən 2000 rubl pul gedir platlı yollara. 1080'ını ödəmişəm. İndi qabaqda 2 dənə ödəniş yeri qalıb. Onları da ödəyəcəm. Səhv eləmirəmsə 1830 olmalıdır. Bir də 300 nə qədər olmalıdır. Belə olan halda onda təqribən 2400 rubl eləyəcək. Sonda yenə də sizə deyəcəm nə qədər ödəniş var. Bir də bunun ödənişsiz yolu da var. Abizlər elə gedirsən, amma vallahi yəni mən heç kimə onu məsləhət görmürəm. Çünki həm vaxtın daha çox gedir, həm yollar yaxşı olmur. Ona görə elə ən yaxşısı ödənişli yolla getməkdir. Həm canınıza yazığınız gəlsin, həm maşına yazığınız gəlsin, həm də vaxt itirməyəsiniz, çox vaxt itirməyəsiniz. Ona görə hər zaman getdiyim yerlərə çalışdığım qədər pullu yollardan istifadə edirəm. Azərbaycan daxil hər yerdə. Ki, yəni onsuz da həm kilometrə cəhətdən, həm vaxt cəhətdən, həm yanacaq işlətmək cəhətdən qabağa düşürsən pullu yolda. Yəni orta hesabla bölüb çıxanda yenə də başa-baş olursan da o pulsuz yolla getdiyində çəkdiyin əziyyətlə bərabər. İndi yol gedirəm, yol tərtəmiz, qoşa palasa yoldur. Sizə göstərəm bunu. Qoşa palasa yoldur gördüyünüz kimi. Çiçək kimi yoldur. 8.5 dərəcə maroz var. Şaxta var. Yolumuz Rostova. Çipsi zavodunadır. Çipsi yükləyəcək. Çipsi də bildiyiniz qədər yüngül olur. Təqribən 3 ton yarım belə bir şey olmalıdır. Yəni boş maşına bərabər deməkdir. Ona görə həm salyanka sərfiyyatında da, dizel sərfiyyatında da çox böyük bir təsir edir. 20 tondan 3 ton yarım arasında. Xeyirlisinə sağ-salamat gedib çatım. Yükləmə yerinə ola bilsin elə bu gün yükləsinlər, sabah sənədləri versinlər. Yəni böyük ehtimalla sabah sənədlər alınan son birbaşa qapıya qədər sürəcəm. İnanmıram, dayanım, səhərsi gün sürüm, yarı-yarıya sürüm. Çünki mən bu yolu həmişə beləsə sürürəm. Ona görə də bugün gedək çataq, yükləmə vaxtına qədər yataq dincələk. Çox yuxumuzu alaq ki, səhərə qədər yol sürəcəyik sabah. İnşallah ki, kodum da vaxtında gələr. Rahat bir şəkildə gözləmədən keçərəm gömrüyü. Bu səfər dediyim kimi Azərbaycana yükləyirəm. Azərbaycana çünki hal-hazırda qiymətlər çox aşağıdır. Gürcistana 1000 dollar, 1100 dollar pul verirlər Krasnodardan Tiflisə, Barromiya. Və 22 tondan 1200 dollar verirlər. Yəni heç sərf eləmir bu qiymət. Ona görə Azərbaycana yük vururam. Azərbaycanda boşaldaq, maşını da tezlənən ustaya göstərim. Ülvi özü baxsın. Xırda-xırış nəsə varsa həll eləyək. Yolumuza davam edək ondan sonra. Görək
Azərbaycandan Tiflisə nə yük tapırıq, nə yük yürüyürük. İzləmədə qalın, bəyənin, abunə olun, rəy yazın, dostlarınızla paylaşın. Yəni dəstək olun da bir sözlə, əgər sizin üçün çətin deyilsə. Deməli, mən yoluma davam edirəm. Arkadaşım hoş geldinə baxa-baxa. Sən demə, Rusiyada kontaktın video proqramı işləyirmiş. Ona görə rahat videolara baxa bilirəm. Hər neysə, bayaq öyrəndim ki, Zaurun atası Ramiz əminlə eyni yerə gedir yükləməyə. İnşallah onunla bərabər yükləyəcəyik, onunla bərabər də üzü vətənə doğru gələcəm. Əgər icazə verirsə, videoya onu daxil eləyəcəm. İcazə verməsə də ki, heç nə, только onun maşınını çəkəcəm, sürdüyüm maşını çəkəcəm inşallah. Ona görə də Ramiz əminlə bərabər qayıdacam deyə yəqin ki, sənədlər alandan sonra səhərə qədər sürüb Xanobo gömrünə qədər gəlməyəcəm. Çünki bilmirəm, bəlkə də gələcəm, Ramiz əmin sürüşünə baxır. O istəsə eləyəcək, istəməsə o nətər desə elə də yola davam eləyəcək. Hava dediyim kimi günəşlidir. 8,5 dərəcə şaxta var. Yolum az qalıb, tamla 62 kilometr qalıb. Çataq inşallah. O vaxta qədər yəqin kodumuz gəlmiş olar, qeydiyyatdan keçərik. Axşam da gecə də yükləyərlər. Sabah səhərdə sənədlərini verər inşallah. Səhər ya saat 1-ə qədər verəcəklər sənədləri, ya da 5-ə qədər. Orada sənədin gecikməsi olmur, hər zaman tez verirlər. Artıq bir damcı yolum qalıb. Hardasa 16 kilometr. Yol gedə-gedə o birisi videonu düzəlişlərini eləmişəm. Prosta CapCut'dan telefonu yaddaşına atıram. Düz Krasnodardan çıxanda yaddaş atmağa başlamışam. Bəlkə bir yarım saatdır 91.7%-də qalıb. Elə bir ki, yəni 3 saat yarımın boşa getdi də. Artmır, 100% olmur ki, telefon yüklənsin video. Yəni mən belə əziyyətlə videoları yaddaşa atıram, videoları YouTube'a yükləyirəm. Çünki təsəvvür eləyin, bəzən olur ki, telefonu zərətgah taxıram, yaddaş atmağı basıram və yatıram. Ayılıram ki, məsəl üçün ya tamamlanıb, ya da tamamlanmağına az qalıb. Ondan sonra təzənə düzəlişlər eləyib YouTube üçün qoyuram yüklənməyə, yenə yatıram. Mən oyanana qədər yüklənir. Həm saat 12:00 mu deyim, 1:00 mu deyim, bu vaxtlar paylaşılır avtomatik olaraq. Yəni çöllərdə olanda, evdə olanda eyni şey, amma yüklənməyə evdə biraz daha tez olur, çünki Wi-Fi ilə daha sürətli olur. O da gedib qardaşım gildə çox vaxt yükləyirəm, çünki onda sürət səhv eləmirəmsə 500 megabitdir, yoxsa 200 megabitdir, 250, nəsə belə bir şey oldu. Amma bizdə evdə 50-dir, yoxsa 40-dir, belə bir şey olmalıdır. Onca qardaşım gildə 25 dəqiqə yüklənən şey evdə arıza yüklənir 3 saata, 2 saata. Siz də mənim bu əziyyətimə dəyər verin, zəhmət olmasa. Əmi gəldi, çatdı. İndi tərpənirəm yavaş-yavaş. Qabaqda dayandı. Burada çox var. Gedək, 11 kilometrimiz qalıb, gedək. Çataq orada qeydiyyatdan keçək, vəssalam. Gəldik, çatdıq. İndi düşüm qeydiyyatdan keçim. Zavodun girişi buradır. Ramiz əmi də uzaqdan gəlir, gəlsin. Qeydiyyatdan keçək, acından da ölürəm, tez düşürəm, yemək yiyeyim. Axşamımız xeyir. Mən demək olar yatırdım uje. Mənə çağırdılar yükləməyə. Saat 12-yə 20 dəqiqə işləyib. Girəm indi yükləməyə. Boşluqlar rahat verib saxlayaram.
5-ci var orada. Elə ki burada yatacağım da mən. Çünki bunlar ən azı 3-4 saat yükləyirlər. Saxlayayım. Sonra yatım. İndi yüklənə başlayacaq və bu leysləri yükləyəcəklər. Herkese salam olsun tekrar. Saat 5'in yarısı təqribən. Sənədlərimizi aldıq. Yine bir dənə dazvoz adı yazım. Sonra maşın zadı xotlayım, yavaş-yavaş tərpənək. Yəqin səhərə qədər sürəcəm, düz Xanobaya qədər sürəcəm. İnşallah sağ-salamat çataq. Tərpəndik artıq. Dazvolu. Mən cəmaət dazvolu yazıram. Özümə amma səhv elədim dazvolu yazanda. Elə bir ki, Azərbaycan yükləyirəm deyə təzə dazvolu açdım. O təzə dazvolda getmək yerinə gəlmək tərəfi yazdım. Ona görə səhv elədim. Yoxdur, inşallah heç bir problem olmaz. Tutsalar, haradasa $2000 cəriməsi var. İnşallah ki, tutmazlar. Yoxdur, işdir, hər şey olar burada. Sağlı sollu burada maşınlar saxlayır deyə çətinliklə hərəkət etmək olur. Artıq 3 maşın yox deyəsən. Bir Ramiz əmili, bir dənə də bir qaraj var, odur. Görək də. Burada bir dənə yer var, onu göstərəcəm sizə. Maşının kabinkası keçəndə ora dəyir, amma tunelə dəymir. Onu sizə göstərəcəm keçəndə. Baxın buranı deyirəm. 3.9 metr yazılıb burada. Bax keçəndə onlar dəyəcək maşına. Dəydi, amma səs gəlmədi, yoxdur. Buradan əslində biz keçməməliyik. Amma yəni problem yoxdur da, dəymir. Keçirik rahat. Yavaş-yavaş gelirsən, dəymədən keçmək olur. Dərəcə marozdur, qəşəng gün çıxıb. Yolumuz Azərbaycana, Xanoba gömrüyünədir. Gözəl gün batımına baxa-baxa qarlı, marozlu yolda gedirik. Düzdür, yolda qar yoxdur, amma qıraqlarda qar var. 4 dərəcə maroz var, şaxta var. İndi oturub hesablayıram, saat indi 5'dir. Mənim də düz hardasa 1000 kilometr yolum var. 1060 kilometr yolum qalıb. 1070 kilometr yolum qalıb. Düz qapıya qədər. 1070 kilometrdə 15 saat deməkdir. Yavaş-yavaş sürsən 16 saat deməkdir. Bu da o deməkdir ki, nə bilim, körüz
Nə qədər sürə biləcək. Və əslində şey eləyir də 5, 7, 8, 9 zaten çatmalıyam. 9 maksimum 10-da çatmalıyam gömrüyə. Səhər saat 10-da. İndi görüm Ramiz əmi nə deyəcək. Çünki o mənə demiş ki, Mahaçqalaya çataq, orada yatarıq, bir də sabah gedərik. Görək də. Düzdür, tələsən yerimiz yoxdur. Prosta mən probkanın dərdindən həmişə belə sürürəm də. İndi məni izləyənlər bilir. Mənim probka mənim düşmənimdir. Çoxlu maşın olma düşmən. O gecələr sürürəm, gecələr çox rahat, boşluq olur. Rahat gedirsən. Görək də, görək başımıza nə gəlir, nətər gedirik, nə varlıq. Harca bir 350 km gəlmişik. Gəldik, Lukoil'da saxladıq. Ehtiyaclarımızı ödəyək, tərpənəcəyik. Hər birinizin sabahı xeyir olsun. 7 tamam 8'e 13 dəqiqə işləyib və mən hələ yatmamışam. Hal-hazırda Mahaçqalan podiumundayam. Mahaçqalan podiumun düşüm. Karman var orada. Orası verib yatacağım. Ondan sonra da yuxarı duran sonra sürəcəm Tamoşniyə. Harca bir qalacaq kilometraj. Həmin 160 km zat belə qalmalıdır ondan sonra. Bəlkə də az. Sizə bir dənə buranın mənzərəsini göstərim. Mahaçqalan podiumudur, dumandır, gün çıxır, gün şüası vurur. Biz də yavaş-yavaş gedirik, yer şüşədir. -2 dərəcədir, şəhə görə yer şüşə olub. Qankaya qaz verirəm, təkər bizim yıxalayır. Ramiz əmi məndən azı bir 20 km daldadır. Arxamda o bir şoför var, Tural. 2 maşın gedirik. Yekunlaşır da, çatırıq, yatacaq, ondan sonra da ki, heç nə. Gün növcə çıxdı, dağın arasından. Gözüm də çıxdı onunla bərabər. Nerede? Gözüm çıxdı həqiqətən. Axırca gəldik, çatdıq da, nə qaldı buradan da, elə bir ki evdəyik. Elə bil Azərbaycandayıq, evdə yox. Mənzərə, mənzərədir, mənzərə. Axırı gəldik, çatdıq Karmana. Saxladım maşını, hələ söndürməmişəm. O biraz turboza soyusun, söndürüm. Ona qədər də Ramiz əmi gəlsin, çatsın, sonra bir yatım. Hər bir kəsə salam. Saat 1'in yarısıdır. 1 saat yuxudan durmuşam. İndi bu dəqiqə tərpəndik buradan. Yavaş-yavaş gedək. Kod axşama gələcək. Gömrük keçmək üçün də bizim koda ehtiyacımız var. Bax. Gömrük keçmək üçün də bizim koda ehtiyacımız var. Ona görə də tələsməyin artıq adı yoxdur. Yavaş-yavaş gedək. Xanoba gömrüyündə gözləyərik. Hava əladır. 9 dərəcə 10 dərəcə isti var. Sabahdan da Bakıda qəşəng istilər var. Artıq Xanoba gömrüyünə az qalmışam. Geyim çatım, restorat edeyim orada. Kod hazır olanda xəbər eləsinlər. Keçək.
Düz Azərbaycana gedək Bakıya, ya maşını qoyacaq Stayankaya, ya da ambarda yer varsa ambara. Çünki yaşıl dəhlizli birbaşa boşaltma yerinə gediləcək. Bir yorğunçuluq var çünki 3 saat yuxu yatmışam. Dedim indi kod gəlinə qədər də biraz yataram, dincələrəm. Ondan sonra da heç nə. Kod gələr, çıxıb gedərəm Göbləyə inşallah. Axşamınız xeyir. Saat 10'a qalıb, 8 dəqiqə, Rus saatına 9'a qalıb. Kodlarımız hazırdır. İndi girək, Xanoba Gömrüyünü keçək. İnşallah Bakıya doğru axıra qədər gedəcək. Reysim tamamlanacaq. Artıq neytraldayam. Düz Azərbaycanı keçirəm. Yəni gedim evə biraz götür qoy eləyim. Ola bilsin indən belə heç bir video zad da çəkmədim. Yəni çünki mən görürəm ki, video çəkdikcə, yəni dayıca mən geriyə gedirəm. İnsanlar yəni nə bilim başa düşə bilmirəm də. İndi başıma o qədər şeylər gəlib. Vallahi yəni iyrəndim işdən də, maşından da. Ola bilsin yenə deyirəm, video çəkməyi də buraxaram, bu işi də buraxaram. Bilmirəm. Geri saat 4'ə qalıb 10 dəqiqə. Mən çatdım boşaltma yerinə. Buranın adı neydi Allah? Bakı Logistika nəsə bura gəldim çatdım. Vlogumuz burada yekunlaşır. Səyahətimiz burada yekunlaşır. Özünüzdən müğayət olun. Kanala abunə olmağı, rəy bildirməyi, dostlarla paylaşmağı unutmayın. İnşallah görüm biraz oturub düşünəcəm, işi davam eləyəcəm, eləməyəcəm bütün bu barədə. Çünki bu reisdə olanlar mənə konkret işdən soyudub. Görək inşallah başımıza nə gəlir. Yəni bu barədə bir məlumat verirəm sizə. İnşallah indi veşlərimi falan yığım. Gedim taksi zakaz edeyim, gedim evə. Özünüzdən müğayət olun. Yenidən görüşmək ümidi ilə. Sağ olun.